Aha, başlayaq bugünkü dərsimizə. Demək, 9-cu sinifdən artıq keçirik yeni bir bölməyə. Üzvü aləmin təkamülü adlanan bölmədir. Demək, biz buradan birinci dərsin hansı dərsi izah edəcəm onu qeyd edeyim sizə. Populyasiya növ adlı başlıqda fəsil 4. Bugünkü danışacağımız mövzular paraqraf 25, bir də paraqraf 26-dır. Növ və onun kriterləri, populyasiyanın quruluşu və müxtəlifliyi. Ümumiyyətlə, bu təkamül, belə desək, bölməsini biz iki yarım bölmədə keçəcəyik. Biri mikro təkamüldür, biri isə makro təkamüldür. Hələlik sizin bu fəsildə öyrənəcəyiniz hissələr mikro gedir. Mikro təkamül. Niyə? Çünki, gəlin bunu da artıq buradan deyim. Biz sizlə sistematik kateqoriyaları keçmişik 6-cı sinifdə. Bitkilərdə hansıları idi, heyvanlarda hansıları idi və deyirdik ki, orada ən kiçik sistematik kateqoriya hesab olunur növ. Mikrotəkamül nəticəsində yaranır növlər, makrotəkamül nəticəsində isə növdən yuxarı sistematik kateqoriyalar yaranır. Bizim bu danışacaqlarımız mövzularda biz növün əmələ gəlməsindən danışacağıq. Yəni, hansı təkamüldən? Mikrotəkamüldən. Həmçinin burada təkamül təlimidir, təkamül təlimi nəzəriyyəsidir, Darwinin təkamül təlimi, sonra təbii seçmə yaşama uğrunda mübarizə və nəhayət mikrotəkamül. İndi keçək birinci mövzumuza. Buradan göstərim sizə. Növ və onun kriterləri, populyasiyanın quruluşu və müxtəlifliyi. Bu dərsə keçməmişdən qabaq əvvəlcə bir-iki şeyi yadımıza salaq, sonra keçək əsas hissəyə. Hələ biz 6-cı sinifdən artıq sizlərlə keçmişdik ki, hər bir belə desək, canlıları ümumiyyətlə sistemləşdirən zaman müxtəlif sistematik kateqoriyalardan istifadə olunur. Və bitkilərdə və heyvanlarda bu fərqli-fərqli idi. Hansı ki, burada qeyd edilən, görürsünüz, növ, cins, fəslə, dəstə, sinif, tip, aləm bu heyvanların sistematik kateqoriyalarıdır. Bitkilərdə isə növ, cins, fəslə, sıra, sinif, şöbə, aləm idi. Yəni, iki dənəsi bitkilərlə heyvanlarda fərqlənirdi. Bu sistematik kateqoriyaları keçdikdən sonra biz artıq bilirik ki, növlər birləşir cinsi, cinslər birləşir fəsləni, fəslələr birləşir dəstəni əmələ gətirir. Yəni, bu ardıcıllıqla növdən aləmə doğru getdikcə heyvanların sayları belə desək artır. Həmin heyvanlar arasında oxşarlıq getdikcə azalır, fərq isə getdikcə artırdı. İkinci bir başlığımız isə olsun Karlini haqqında danışaq. Hansı ki, 6-cı sinifdə də artıq bəllidir sizə. İki qatlatın adlandırılması. İki qatlatın adlarını elmə ilk dəfə Karlini gətirmişdir. Karlini iki qat, yəni qoşa latın adlarından istifadə etmişdir və bundan əlavə olaraq 4 sistematik kateqoriyanı o elmə daxil edib. Bunlar hansılardır? Növ, cins, dəstə və sinif. Yəni, bu ardıcılıqla götürsək, fəsləni çıxın. Növ, cins, dəstə və sinifi kim daxil etmişdir elmə? Linney. Linney tərəfindən elmə daxil edilibdir. Qoşa latın adlarından necə istifadə olunur? Birinci ona baxaq. Qoşa latın adlarından, burada baxaq birinci. Qoşa latın adlarından istifadə edən zaman biz 6-cı sinifdə belə demişdik ki, qoşa latın adları nədir? Növləri adlandırmaq üçün istifadə olunur. Hər hansısa bir növü biz adlandıran zaman 2 dənə latın sözündən istifadə edirik. Həmin bu latın sözlərindən birincisi, baxın, birincisi canlının hansı cinsə aid olduğunu göstərir. 1 ilə 2 bir yerdə isə onun hansı, yəni növə aid olduğunu bizə göstərir. Məsəl üçün, bu şəkildə gördüyümüz çöl göyərçinidir. Çöl göyərçini növdür. Burada görürsünüz, qeyd eləmişəm sağ tərəfdə. Çöl göyərçini. Bu canlı, yəni çöl göyərçini hansı cinsə aiddir? Göyərçin cinsinə. Bir də bir şey yadımızda saxlayaq. Latıncada veriləndə, məsəl üçün, çöl göyərçinin burada latınca adı qeyd olunub, Columba livia. Latıncada birinci söz cinsi göstərir. Baxın, cinsi. İki söz bir yerdə isə artıq öyrəndik ki, nəyi göstərir? Növü göstərir. Azərbaycan dilinə çevirəndə isə bunların yeri dəyişilir. Yəni, çöl bizdə birinci yazılıb, göyərçin ikinci. Bunu latıncaya çevirəndə göyərçin birinci gəlir, çöl ikinci gəlir. Yəni, burada Livia sözü çölü göstərir, Kolumba sözü isə göyərçini göstərir.
Biz latıncada deyirik ki, yəni latınca yazılanda birinci söz, yəni baxın, Kolumba sözü onun cinsini göstərir. Kolumba sözün mənası nə idi? Göyərçin. Deməli, Kolumba Liviya, yəni bu vəziyyətdə sizə verilərsə, artıq bunun hansı cinsə aid olduğunu biz gördük. Hansı cinsdir? Göyərçin cinsidir. Yəni çöl göyərçini hansı cinsə aid oldu? Göyərçin cinsinə. Amma Azərbaycan dilində veriləndə birinci söz, yəni cinsi göstərmir. İkinci söz göstərir cinsi. İki söz bir yerdə isə yenə də nəyi göstərir? Bizə növü. Deməli, burada artıq bax görürsünüz, çöl gərçin sistematik, hansı sistematik kateqoriyalara aid olduğu göstərilib. Hansı cins hansı oldu? Göyərçin cinsi. Fəslə göyərçinlər, dəstə göyərçin kimlər? Sinif quşlar, tip xordallar, aləm, heyvanlar aləmi. Burada adətən cinslə növü uşaqlar qatışdırır. Cins təbii ki, bir sözlə istifadə olunur. Növdə isə artıq iki sözdən istifadə olunur. Məsəl üçün, ayını götürsək, nə bilim, tülkü olsun, dovşan olsun, bunlar hamısı cinsdir. Bunların müxtəlif növləri var. Məsəl üçün, biz desək ki, boz ayı, ağ ayı, bunlar olacaq növlər. Və yaxud da ağ dovşan, qara dovşan, boz dovşan, bunlar artıq nələr olur? Növlər. Bu belə, bu hissə geçsin. Sonra gələk artıq növlərin nə olduğuna. Növ nədir? Morfoloji, fizioloji və biokimya xüsusiyyətlərinə görə bir-birinə oxşar olan fərdlər cəmidir. Və görürsünüz, burada qeyd olunub fərdlər cəmi. Yəni, məsələn, bizə iki dənə canlı qoyublar qarşımıza. Yəni, baxın, şəkildən də görə bilərik. Burada bizə iki dənə bitki göstərilib. Biri paxladır, biri isə günə baxan. Sizdən soruşulanda ki, bunlar eyni bir növə aiddir, yəni ikisi də eyni bir fərddir. Xeyr, bunlar tamamilə ayrı-ayrı növlərdir, hətta ayrı-ayrı cinslərdir. Biri paxla cinsidir, biri günə baxan cinsidir. Bunları məsəl üçün biz hardan bilirik ki, bunlar eyni növə aid deyillər? Xarici görünüşlərinə baxanda, kök sisteminə baxanda, bax görürsünüz, paxlanın kök sistemi iki ləpəli olduğuna görə bir kök sistemidir. Günə baxanda isə saçaqlı kök sistemidir. Çiçəyin rənginə, ümumi, yəni belə desək, morfoloji xüsusiyyətlərinə görə biz artıq deyirik ki, bu tamamilə ayrı bir növə aiddir. Paxla isə tamamilə, yəni şəkildə göstərilən paxla isə tamamilə ayrı bir növə aiddir. Bəs iki fərdin, yəni iki dənə sizə fərd qoyulub, iki canlı qoyulub qarşınıza, onların eyni növə aid olduğunu biz hardan bilərik? Növün tərifinə baxaq. Morfoloji, fizioloji və biokimyəvi. Morfoloji nədir? Birincisi xarici görünüşdən bir-birinə oxşar olmalıdırlar. Oxşar yox, daha doğrusu eyni olmalıdırlar, demək olar ki. Fizioloji xüsusiyyətlər, yəni onlarda baş verən fizioloji proseslər, xüsusən də çoxalma sistemləri, çoxalma prosesi eyni olmalıdır. Bir də biokimyəvi xüsusiyyətlər. Biokimyəvi nədir? Yəni onların hüceyrələrin təşkilində istifadə olunan, iştirak eləyən və yaxud da onların hüceyrəsini təşkil eləyən kimyəvi maddələrdən söhbət gedir. Yəni burada zülallar da ola bilər, nuklein turşuları da ola bilər və s. Yəni bu xüsusiyyətlərinə görə bir-birlərinə nə olmalıdırlar? Oxşar olmalıdırlar həmin fərdlər. İkinci xüsusiyyət nədir? Necə, bunları dedikcə mütləq şəkildə yadımızda saxlayaq. Yəni iki fərdin eyni növə aid olduğunu biz hardan bilərik? Məsəl üçün, iki dənə boz rəngli və yaxud da iki dənə dovşan qoyublar. Biri qara, biri isə boz rəngli. Bunları biz ikisini eyni növə aid edə bilərikmi? Təbii ki, edə bilmərik. Çünki artıq morfoloji cəhətdən bir-birlərindən fərqlənirlər. Məsəl üçün, iki ağ dovşanı bir-birinə aid eyni bir növə aid edə bilərik. Həm hə, həm də yox. Niyə? Çünki ağ rəngli ola bilərlər. Bu onun morfoloji xüsusiyyətidir. Amma onun biokimyəvi xüsusiyyətinə baxsaq, fizioloji, yəni bütün xüsusiyyətlərinə görə bir-birinə nə olmalıdırlar? Oxşar olmalıdırlar. İkinci xüsusiyyət nədir? Müəyyən bir arealı tutub sərbəst çarpazlaşıb döllü nəsil verməlidir. Yəni, həmin iki canlı bir-biri ilə çarpazlaşa bilməlidir. Çarpazlaşa bildikdən sonra isə onların yaratdığı nəsil döllü olmalıdır. Yəni, çoxalma xüsusiyyətinə malik olmalıdır. Bu xüsusiyyətlərinə görə belə desək, canlıları eyni növə aid olduğunu və yaxud da fərqli növə aid olduqlarını biz aşkar eləyə bilərik. Bir də bunu adətən uşaqlar qatışdırırlar. Növün əmələ gəlmə prosesi haqqında bir-iki cümlə buradan deyim. İnsan növ əmələ gətirə bilərmi? Xeyr. Məsəl üçün, tez-tez sizə düşə bilər ki, aşağıdakı növlərdən deməyək, məsəl üçün, hər hansısa bir növ insan tərəfindən və yaxud da süni seçmə tərəfindən yaradılmışdır. Bu tamamilə yanlış bir cümlədir. Çünki seleksiyanı öyrənən varsa aranızda, insanın yaratdığı
Bitkilər adlanır sort, heyvanlar adlanır cins, mikroorqanizmlər isə adlanır ştam. Yəni insanın yaratdıqları yalnız və yalnız sort ola bilər, cins ola bilər, bir də ştam ola bilər. Yəni insan, bax buradakı şəkildə baxın, burada qeyd olunub ha, sistematik kateqoriyalar, növ, cins, fəslə dəstə, sinif, tip, alim. Bunları yarada bilməz. Bunlar yalnız və yalnız təbiət tərəfindən yaranır. Təbiət tərəfindən yaranır. İnsanın yaratdıqları hansı oldu? Cinsdir, sortdur, bir də ştamdır. Bəzən uşaqlar soruşurlar ki, yəni biz belə xəyali də olsa insanın yaratdıqlarını bu sistematik kateqoriyada hara qoya bilərik? Sistematik kateqoriyada növdən aşağıda yerləşirlər. Yəni belə deyək də, insan hər hansısa bir növü götürür, gen mühəndisliyi üsulu ilə və yaxud da hüceyrə mühəndisliyi üsulu ilə onun, məsəl üçün, genotipini dəyişir, tamamilə fərqli formaya salır. Bu artıq onun yaratdığı ya sortdur, ya cinsdir, ya da ki, ştamdır. Hansı ki, bunlar artıq növdən aşağı sistematik, belə desək, kateqoriyalara aid ola bilər. Ona görə yadımızda saxlayaq ki, bax, insan heç vaxt növ yarada bilməz. Bunu niyə deyirəm? Testdə qarşınıza çıxa bilər. Məsəl üçün, çıxa bilər ki, 2 sözdən istifadə eləyərlər, 5 dənə variant verirlər sizə, 4 dənəsi növ olar, bir dənəsi, məsəl üçün, hər hansısa bir heyvan cinsi ola bilər və yaxud da bitki sortu ola bilər. Yəni, artıq siz orada variantlara baxaraqdan, artıq əslində bu seleksiya mövzusudur. Variantlara baxa-baxa, misal üçün, bilməlisiniz ki, tutaq ki, bu göyərçinin cinsini insan mı yaradıb, yoxsa bu təbiət tərəfindən yaradılan? Çünki insan tərəfindən yaradılanı siz seleksiya bölməsində keçmisiniz. Yəni, artıq bunları bilirsiniz. Bir də növləri bir-birindən fərqləndirmək üçün, yəni növləri fərqləndirməkdən ötrü biz kriterilərdən istifadə edirik. Yəni, bu kriterilərdən istifadə edərəkdən deyirik ki, məsəl üçün, bu fərdlər eyni bir növə aiddir, yoxsa tamamilə başqa bir növə aiddir. Bir də bunu deyim ki, kriterilər hər zaman tam özünü doğrulda bilmir. Yəni, məsəl üçün, mən 2 dənə canlı görmüşəm. Məsəl üçün, deyə bilmərəm ki, onlar ikisi də eyni növdürlər. Bu zaman müxtəlif bu kriterilərdən istifadə edirəm və yadımızda saxlayaq ki, kriterilərin hamısından istifadə eləmək lazımdır. Yəni, hər hansısa bir kriteri təklikdə canlının hansı növə aid olduğunu bizə göstərə bilməz, tam göstərə bilməz. İndi səbəbi nədir, onu deyəcəm. Birincisi morfoloji kriteridir. Əslində kriterinin adından görsənir ki, burada nədən söhbət gedir? Növün xarici və daxili quruluşlarında olan fərqlərə görə. Bir də bunu adətən uşaqlar qatışdırırlar. Morfoloji deyəndə yalnız xarici əlamət nəzərdə tutulmur. Burada daxili quruluşdan da. Məsəl üçün, toxumunun sayı ola bilər, toxumunun quruluşu ola bilər və s. Yəni, daxili quruluş deyəndə bu nəzərdə tutulur. Ən rahat, ən çox istifadə olunan kriteri budur. Yəni, məsəl üçün, 2 dənə, baxın şəkildə də, 2 dənə qarağatdır. Birinin rəngi qırmızıdır, birinin rəngi qara rəngdir. Məsəl üçün, sizdən soruşulsa ki, bunlar eyni növə aiddir, deyəcəksiniz, xeyr. Qarağat cinsidir, yəni ikisi də qarağatdır, bu eyni bir cinsdirlər. Amma qarağat cinsinin 2 dənə fərqli növüdür. Qırmızı qarağatdır, qara qarağat. Yəni, bunlar ikisi tamamilə ayrı-ayrı növlərdir. Bax, yenə də görürsünüz, növdə mən 2 sözdən istifadə elədim. Qara qarağat, qırmızı qarağat. Buradakı qarağat sözü, yəni Azərbaycan dilində dedim ki, ikinci cinsi göstərir. Görürsünüz, qarağat nəyi göstərdi? Cinsi. Deməli, morfoloji kriteri ən rahat kriteridir. Bundan istifadə edərək, yəni biz artıq gözümüzlə görürük ki, bu ikisi tamamilə fərqli əlamətlərə malikdir. Deməli, ayrı-ayrı növlərdir. Bəs morfoloji kriteri hər zaman özünü doğruldurmu? Yəni, mən istənilən canlıya baxıb deyə bilərəm ki, hə, bu eyni növə aiddir bu ikisi, yoxsa ayrı-ayrı növlərə aiddir. Bu, hər zaman özünü doğrultmur. Ən əlverişli və asan da olsa belə özünü doğrultur. Məsəl üçün, siz şəkildə baxsanız sağ tərəfdə 2 dənə siçovul göstəriblər, qara siçovul. Normal halda siz baxsanız, deyərsiniz ki, hə, bu ikisi də qara siçovuldur, ikisi də eyni növdür. Yəni, qara siçovul. Yenə də deyirəm, 2 sözdən istifadə elədim. Amma bunlar eyni növə aid deyillər. Niyə? Çünki xromosomların saylarında fərqlilik var. Eyni növə aid olmaqdan ötürü həmişə yadımızda saxlayaq, xromosomun sayı da eyni olmalıdır. Yəni, 2 fərdin
Təkcə xarici görünüşü yox, həm də xromosomunun sayı necə olmalıdır? Eyni olmalıdır. Bax, bu morfoloji cəhətdən bu cür oxşar olan, orqanizmləri biz əkiz növlər adlandırırıq. Hansı ki, qara siçovulun da burada sizə 2 dənə əkiz növü göstərilib. Biri 38 xromosomdur, biri 42 xromosomdur. Demək, bunlar ayrı-ayrı növlərə məxsusdurlar. Yadımızda saxlayaq. İkinci kriterimiz genetik kriteridir. Genetik kriteri nədir? Xromosomun sayı, yəni xromosomun yığımı, xromosomun ölçüsü və formasına görə həmin canlıların eyni və yaxud da fərqli növə aid olduğunu müəyyənləşdirə bilərik. Məsəl üçün, elə bayaq ki, qara siçovulu da bura misal göstərmək olar. Gördük, qara siçovulda gördük ki, birində 38, birində 42 xromosom var, düzdür? Deməli, biz hansı kriteridən istifadə etdik? Genetik kriteridən. Bəs genetik kriteri hər zaman özünü doğruldurmu? Yəni mən gedib baxsam ki, tutaq ki, 2 canlıdır. İkisində də məsəl üçün, tutaq ki, 26 dənə xromosom var. Onda bunlar eyni növə aid olacaq deməkdir? Təbii ki, xeyr. Məsəl üçün, sizə şəkildə sağ tərəfdə görürsüz, 2 dənə paxla verilib. Yəni paxladır, bir də yoncadır. İkisi də tamamilə ayrı-ayrı bitkilərdir. Amma xromosom yığımları neçədir? 22-dir. Demək ki, bu genetik kriteri də hər zaman özünü doğrultmur və yaxud da biz bilirik ki, insanda neçə xromosom var? 46. Bütün insanlarda 46-dır, düzdür? Bəs Down sindromu olan insanlar var, onlarda 47-dir. Onda Down sindromu olan insan, belə deyək də, Homo sapiensə aid deyil, yəni o növə aid deyil, təbii ki, aiddir. Yəni xromosom sayı da hər zaman, belə desək, özünü doğrultmur, daha doğrusu istisnalar yaradır bizə. Amma ümumiyyətcə yadımızda saxlayaq ki, eyni növün fərdlərində, məsəl üçün, 2 dənə canlıdır, ikisi də eyni növə aiddirsə, həm morfoloji cəhətdən eyni olmalıdır, həm genetik cəhətdən, yəni həm xarici görünüşdən bir-birinə oxşamalıdırlar, həm də ikisində də eyni xromosom yığımı olmalıdır. Üçüncüsü fizioloji kriteridir. Fizioloji kriteri nədir? Fiziolojini deyən kimi hər zaman yadınıza düşsün çoxalma prosesi. Bayaq sizə dedim ki, eyni növün fərdləri, yəni 2 canlı, ikisi də eyni növdürsə, bunlar mütləq şəkildə nə etməlidirlər? Sərbəst çarpazlaşmalıdırlar. Bir də onlardan alınan nəsil necə olmalıdır? Döllü. İndi mən bu fizioloji kriterdən istifadə edərəkdən deyə bilərəmmi ki, 2 canlı, ikisi də eyni növə aiddir. Yəni tutaq ki, gözümün qarşısındadır 2 bitki olsun məsəl üçün. Onlar çarpazlaşdı, yəni çarpazlaşma prosesi getdi. Alınan nəsil də döllü nəsil aldı. Demək ki, bunlar ikisi də eyni növə aiddirmi? Bu hər zaman yenə də özünü doğrultmur. Yəni istisna hallar var. Yadımızda saxlayaq, yenə də təkrarlayıram, eyni növün fərdləri sərbəst çarpazlaşa bilməlidirlər. Bir də onlardan alınan nəsil döllü olmalıdır. Əgər 2 dənə canlı ayrı-ayrı növə aiddirlərsə, normal halda bu cür olur. Məsəl üçün, 2 dənə bitkidir, ayrı-ayrı növlərə aiddir. Onlar çarpazlaşa bilməzlər, yadımızda saxlayaq. Ayrı-ayrı növlərə aid fərdlər çarpazlaşa bilmir, bu bir qaydadır. Amma istisna hallarda çarpazlaşma baş verə bilər. Çarpazlaşma baş versə də döllü nəsil alınmır. Amma yenə də bu fizioloji kriteridə istisna var. Hansıdır? Baxın, burada qeyd olunub. Sarı bülbüllə alacəhrədir, qovaqla söyüdün bəzi növləri ki var. Bunlar tamamilə ayrı-ayrı növlərdir. Ayrı-ayrı növlər olmasına baxmayaraq çarpazlaşıb hətta döllü nəsil belə verə bilirlər. Amma görürsünüz ki, ikisi ayrı-ayrı növdür. Yəni mən sarı bülbüllə alacəhrəyə eyni növ deyə bilmərəm. Amma fizioloji kriteriya uyğun gəlirlər. Yəni ikisi də sərbəst çarpazlaşır, döllü nəsil verir. Amma eyni növə aid deyirlər. Yəni deməli fizioloji kriteri də bizi çaşdıra bilər. Sonra coğrafi kriteri. Coğrafi kriteri nədir? Canlıların yaşadığı ərazi, qısacası belə yadımızda saxlayaq. Buna ən yaxşı misal olaraq belə deyək də, hər bir orqanizmin özünün coğrafi ərazisi var, yaşama yeri var. Məsəl üçün, ağayının, bozayının buna ən yaxşı misal göstərə bilər. Yəni, ağayının yaşadığı yeri də bilirsiniz, bozayının da yaşadığı yeri bilirsiniz. Tamamilə ayrı-ayrı coğrafi ərazilərdə yaşayırlar, düzdür? Əslində, ən çətin kriteri bu coğrafi kriteridir. Çünki, belə desək, artıq bitkilər də, heyvanlar da yer kürəsinin hər bir, belə desək, ərazisinə geniş bir şəkildə yayılıblar.
və hətta hər yerdə yayılan növlər də təsadüf olunur, hansı ki, bunlar kosmopolit növlər adlanır. Coğrafi kriterdən də biz tamlığı ilə istifadə edə bilmərik. Yəni, məsəl üçün, deyə bilmərik ki, bu bitki yalnız bu coğrafiyada, yəni, məsəl üçün, tropik ərazilərdə yayılıb və yaxud da ki, səhra şəraitində yayılıb. Məsəl üçün, burada kosmopolit növlərə misal olaraq dam sərçəsidir, boz sıçovuldur, yer kürəsinin hər bir yerində yayılıblar. Ona görə bu coğrafi kriterdən də hər zaman rahatlıqla istifadə edə bilmərik. Ekoloji kriter nədir? Hansı ekoloji mühitdə yaşayır? Yəni sudamı, yəni çaydamı, göldəmi, dənizdəmi, meşədəmi, ağacdamı, harda yaşayır? Coğrafi olaraq yox. Yəni ekoloji mühit cəhətdən harda yaşayır? Eee, Bu ekoloji kriteri də bizə tam aydınlığı ilə verə bilməz ki, bu iki canlı eyni növə aidmi, yoxsa aid deyil. Məsəl üçün, qaymaq çiçəyi adlanan bitki var. Bunun 3 dənə növü var. Dalayıcı, sürünən və yandırıcı qaymaq çiçəkləri. Üçü də tamamilə başqa ərazidə yaşayır. Dalayıcı qaymaq çiçəyi çəmən tarlalarda, sürünən çay və nohurların kənarında, yandırıcı isə bataqlıqlarda bitir. Yəni dəqiq ekoloji şəraitdə yaşayan belə desək, növlərə, eee, çox nadirən təsadüf eləyə bilirik. Yəni, məsəl üçün, deyə bilmirik ki, bu 2 növ, tutaq ki, məsəl üçün, dalayıcı və sürünən qaymaqçı ikisi də bir-birinə oxşayır. Yəni, sizin qarşınıza gətirib qoysam ikisini də, deyəcəksiniz ki, hə, bu ikisi də eyni növdür. Amma əslində eyni növ deyillər. Biokimyəvi kriteri nədir? Növlərin biokimyəvi xüsusiyyətlərinə, yəni onlarda olan zülal və nuklein turşuların tərkibinə və quruluşuna görə bu kriterdən istifadə edirik. Ən çətin kriteri biokimyəvi kriteridir. Niyə? Biz bilirik ki, canlıda çoxlu sayda, belə desək, zülallar sintez olunur, nuklein turşuları, belə desək, sintez olunur və s. Və həmin canlının bütün zülallarını tətbiq eləmək, yəni ki, 2 canlıdır, ikisinin də zülallarını mən görüm oxşardırmı, oxşar deyilmi? Yəni bu biraz, qeyri-universal, xarakterə malik olur və həmçinin biz bilirik ki, artıq mutasiya prosesi də baş verə bilər. Yəni irsi dəyişkənlik də baş verə bilər ki, bu da onda olan fərqli bir zülalın əmələ gəlməsinə səbəb ola bilər. Və sair. Yenə də, yəni də bu biokimyəvi kriteri ən az və nadirən hallarda istifadə olunan kriteridir. Bir də bu biokimyəvi kriteridən harda istifadə oluna bilər? Məsəl üçün, bu qazıntı halında tapılan ki, qalıqlar olur. Orada məsəl üçün götürürlər DNT, necə deyim, analizini ki, görək bu hansı canlıya oxşuyur və yaxud da hansı canlı ilə qohumluq əlaqəsi var və s. Yəni bu biokimyəvi kriterdən bu halda istifadə oluna bilər. İkinci hissə danışacağıq sizlə populyasiya haqqında. Populyasiya nədir? Eyni növün fərdlər qrupudur. Belə qısacası belə yadımızda saxlayaq. Eyni növün fərdlər qrupudur. Biz bilirik ki, məsəl üçün bir dənə növ adı deyək. Məsəl üçün olsun, məsələn, boz ayı olsun. Boz ayıların yaşadığı, belə desək də, məkanlar var. Məsəl üçün biz bilirik ki, hansı ərazidə orada boz ayılara təsadüf eləyə bilərik. Yəni onların qrupları orada yaşayırlar. Bir daha deyirəm, eyni növə mənsub olan fərdlərin qrup halında olan forması adlanır populyasiya. İndi ikinci tərifi də deyəcəm, hələlik bunu yadımızda saxlayaq. Demək, populyasiya nə oldu? Yəni, sizə burada biraz çəkim. Məsəl üçün, bu olsun hər hansısa bir canlı, tutaq ki, boz ayı yazıram bura, boz ayı. Biz ayıya oxşamadı, amma olsun boz ayı. Biz bilirik ki, boz ayılar müəyyən bir ərazidə qrupla yaşayırlar. Yəni, heç bir ayı gedib təklikdə yaşamır. Boz ayı, bu da olsun boz ayı. Boz ayı, bu da olsun boz ayı. Baxın, görürsünüz, hamısı nədir? Boz ayı. Yəni, eyni bir növün fərdlərinin qrup halında yaşaması, baxın, müəyyən bir ərazidə, bu olsun bizim ərazimiz, müəyyən bir ərazidə belə qrup halında yaşaması, bu adlanır populyasiya. Artıq buradan deyirik ki, populyasiyanın müəyyən bir ərazisi var, yəni müəyyən bir yerdə yaşayırlar, bir. Populyasiyanın fərdləri eyni növün fərdləri olmalıdır. Yəni, məsəl üçün, sizə belə bir populyasiya çəkər. Birinə yazar boz ayı, birinə yazar, nə bilim, canavar, birinə yazar ağ dovşan, birinə yazar boz dovşan. Bu, populyasiya adlana bilərmi? Təbii ki, xeyr. Yenə də deyirəm, eyni növün fərdlərinin qrup halında bu formada yaşaması müəyyən bir ərazidə. Bu adlanır nə? Populyasiyadır. Populyasiyanın yaşadığı müəyyən bir
areal var. Bəzən bu populyasiyalar arasında, yəni qruplar arasında təcrid yarana bilər. Təcrid nədir? Sanki bir-birləri ilə görüşə bilmirlər. Bu da ola bilər, təcridi mən sizə geniş izah eləyəcəm. Bioloji və coğrafi, yəni coğrafi deyəndə məsəl üçün ərazidir. Zəlzələ baş verdi, 2 ərazi bir-birindən parçalandı. Yəni bir ərazidə olan fərdlər, yəni populyasiyanın fərdləri digər ərazidə olan populyasiyanın fərdləri ilə görüşə bilmirlər. Ortadan məsəl üçün çay axır. Bu belə. Aha, bax gəlin bura baxaq. Bax burada görürsüz bir dənə tısbağa göstərilib, düzdür? İkinci şəkildə isə çayın kənarında tısbağalar qrupudur. Bu adlanır fərd. Baxın, görürsüz yazılan fərd. İkinci şəkildə bu tısbağaların baxın bu qrupu isə adlanacaq nə? Populyasiya. Yəni populyasiya sanki dostlaşıblar. 6-sı, 7-si indi sayını deyək deyə bilmərəm. Hamısı bir qrup halında yaşayırlar. Bu adlanır artıq nə? Populyasiya. Populyasiya yenə də deyirəm, eyni növün fərdlərindən təşkil olunmalıdır. Müəyyən bir ərazidə yaşamalıdır. Yəni populyasiyanın tam tərifinə baxaq. Növün bir-birindən tam və ya qismən təcrid olunmuş halda yaşayan fərd qrupları populyasiya adlanır. İndi burada tam və qismən təcrid sözünü izah edeyim sizə. Tutaq ki, bir meşədir. Baxın, bu belə böyük çəkim, meşə. Misal üçün, bir növ ada çəkək. Boz dovşanlardan danışaq bu səfər də. Boz dovşan növündən. Boz dovşanların bir qismi meşənin, baxın, bu lap əvvəlində yaşayır. Tutaq ki, 1, 2, 3, 4, 5. 5 dənəsi burada yaşayır. Baxın, çəkirəm öz areallarını. 5 dənəsi meşənin ortasında yaşayır. 5 dənəsi də meşənin tam axırında yaşayır. 3, 4, 5. Gördünüz, hamısı da nədir? Boz dovşandır. Baxın, bu populyasiyaların içərisindəki fərdlər nədir? Boz dovşandır. Baxın, bu çəkdiyim qrupların hər biri, mən 3 dənə populyasiya çəkdim, düzdür? 3 dənə qrup çəkdim də daha doğrusu. Bunların hər biri adlanır populyasiya. Populyasiyalar bir-birindən tam və ya qismən təcrid olunur. İndi tam təcrid nədir? Tutaq ki, hamısı eyni meşədə idi, düzdür? Zəlzələ baş verdi, bu meşə ortadan 2 yerə bölündü. Ortadan da qəşəng çay axır. Baxın, burada çəkim sizin üçün, burada məsəl üçün çay axır. Baxın, birinci populyasiyanın fərdləri, yəni buz dovşanlar, bu ikinci, üçüncü populyasiyanın fərdləri ilə görüşə bilərlərmi, yəni rastlaşa bilərlərmi? Xeyr. Niyə? Çünki ortadan çay axır. Buradan bu tərəfə keçə bilməyəcəklər. Bu adlanır tam təcrid. Qismən təcrid nədir? Məsəl üçün 2 ilə 3. Biri meşənin ortasında yaşayır. Bu ikinci rəqəmlə işarə etdiyim populyasiyanın fərdləri. 3 isə meşənin sonunda. Bunların bir-birini görməsi nadirən hallarda baş verir. Yəni arada bir, həftədə bir dəfə, 2 dəfə. Bu isə adlanır qismən təcrid. Populyasiya sözünün mənası xalq, əhali deməkdir. Bir də yenə də deyirəm, populyasiyanın fərdləri eyni növə aid, yəni eyni növə mənsub fərdlər əmələ gətirir populyasiyaları. Hələlik bunları bilməyiniz kifayətdir. Populyasiyanı təşkil edən fərdlərin sayı arta da bilər, azala da bilər. Məsəl üçün, elə bir şəraitə düşər ki, baxın, bu birinci rəqəmlə göstərdiyim populyasiyanın fərdləri, burada qida az olar. Buradakı fərdlərin sayı başlayacaq nə eləməyə? Azalmağa. Əgər qidası daha çox olan yaxşı yerə düşərlərsə, yoxdur qida çox taparlarsa, populyasiyadakı fərdlərin sayı nə olacaq? Artacaq. Populyasiyanın tutduğu ərazidən danışaq. Təbii ki, filin yaşadığı ərazi ilə siçanın yaşadığı ərazi, yəni siçanların qrupunun yaşadığı ərazi və yaxud da populyasiyasının yaşadığı ərazi bir olmaz. Fillərin, belə desək, tutduğu ərazi daha böyük olar. Nəinki siçanların, yəni siçan populyasiyasının, artıq populyasiya sözünü istifadə edək, tutduğu ərazi. Bir də qeyd edirəm, populyasiyanın arealı daimi deyil. Yəni, tutaq ki, siçanlar qrupu yaşayır, meşənin demək dair, düzənliyin bir hissəsində siçanlar yaşayır. Bunlar sırf o ərazidə mi yaşayır? Xeyr. Məsəl üçün, bunların sayı artsa, artıq onlar arealın, belə desək, artıq kənarlarına çıxacaq. Yəni, sayları artdıqca. Yəni, arealın ölçüsü fərdlərin sayından, baxın, hərəkətlilik dərəcəsindən asılı olaraq dəyişə bilər. Populyasiyada fərdlərin miqdarına baxaq. Hər bir populyasiyada eyni bir növ olsa belə, fərdlərin sayı müxtəlif ola bilər. Yəni, az da ola bilər, çox da ola bilər, amma nisbi olaraq dəyişmir.
Burada populyasiyada olan fərdlərin sayına səbəb nə olar? Doğum və ölüm hallarının eee, belə desək, sayı, fərdlərin miqrasiya etməsi, yəni tutaq köçüb başqa bir yerə, məsəl üçün populyasiyanın içərisində 2 dənəsi küsü getdi. Həmçinin digər xüsusiyyətlərdən asılı olaraq bu dəyişə bilər. Hətta sayın dəyişməsi bəzən ilin müxtəlif fəsillərində də təsadüf oluna bilər. Adətən bunu kiçik heyvanlarda, yenə də misalımızı gətirək siçanların üzərinə, müəyyən fəsillərdə onların sayı azalır. Amma müəyyən fəsillərdə onların sayı qat-qat arta bilər. Sonra bizə nə danışaq? Aha, bir də bu hissəyə fikir verək. Siz bilirsiniz ki, ölçüsü daha böyük olan heyvanların nəsilvermə qabiliyyəti aşağı olur. Yəni, çox uzun müddət ərzində 1 yaxud da 2 bala verirlər. Amma ölçüsü kiçik olan, məsəl üçün, siçanlar tez-tez nəsil verirlər. Yəni, onların o, əm, belə desək də, balanın əmələ gəlmə müddəti də eee, azdır, yəni qısadır. Həmçinin əmələ gətirdiyi balaların sayı da çox olur. Məsəl üçün 10 dənəmi, 12 dənəmi, 7 dənəmi, 8 dənəmi və s. Ona görə sizcə hansında fərdlərin miqdarı və sıxlığı daha çox dəyişkən olur, hansında stabil olur? Təbii ki, sayı az olanlarda, yəni daha doğrusu az nəsil verənlərdə, iri orqanizmlərdə, məsəl üçün fildə. Bunların populyasiyasında tutaq ki, 5 dənə fildir, 1-2 ildən sonra balaları oldu 7 və yaxud da ki 9. Yəni bunların sayı o qədər də çox kəskin dəyişməz, yəni artıb azalmaz. Yəni bunların, populyasiyasına fərdlərin miqdarı və sıxlığı nisbətən daha stabil olur. Populyasiyanın gen tərkibinə baxaq, bir də cins tərkibinə baxaq. Cins tərkibi nədir? Dişi və erkəklərin say nisbəti. Adətən populyasiyada dişilərin də, erkəklərin də sayı birin birə nisbətində olur. Niyə? Siz artıq çarpaz hibritləşmədən bilirsiniz ki, cinsiyyət genetikasını artıq bilirsiniz ki, dişilər XX, erkəklər isə adətən XY xromosom yığımına malik olur əksər canlılarda. XX xromosom dəstinə malik olan dişi fərd bizə X xromosomunu verir. XY xromosom dəstinə malik olan erkək fərd isə bizə həm X, həm Y xromosomunu verir. Bunların çapazlaşması nəticəsində alınır XX, bir də XY, yəni bir dənə dişi, bir dənə də erkək. Yəni normal halda dişi və erkək fərdlər bir-birlə çaprazlaşdıqda birin birə nisbətində dişi və erkək fərdlər neyniyir? Yaranır. Ona görə bu nisbət o qədər də dəyişmir. Bir də yaş strukturundan asılıdır bu populyasiyanın sayının dəyişməsi. Niyə? Məsəl üçün, bir dənə populyasiya olsun, burada yaşlı fərdlər olsun, qoca. Bir dənə də populyasiya olsun, eyni növdür, tutaq ki, boz dovşanlar olsun yenə də. Digər populyasiyada isə fərdlər cavandır. Bunların hansı daha çox, yəni hansı populyasiya daha uzun ömürlü olar, daha yaxşı inkişaf eləyər? Təbii ki, cavan yaşlılara malik olanlar. Səbəbi nədir? Çünki cavanların çoxalma xüsusiyyəti, nəsil vermə qabiliyyəti yüksək olur. Yaşlılığa doğru getdikcə siz bilirsiniz ki, artıq nəsil vermə qabiliyyəti, çoxalma prosesi aşağı düşdüyünə görə, yəni bir populyasiyada əgər yaşlılar daha çox üstünlük təşkil eləyərsə, o populyasiya artıq uzun çəkməyəcək. Yəni müəyyən müddətdən sonra artıq azalacaq və dağılacaq. Amma cavan fərdlərdən ibarət olarsa, o populyasiya daha davamlı olar. Baxın, burada da onu qeyd eləyib. Görürsünüz, fərdlərin sayıdır. 10, 15, 20 bunu göstərib. 0, 1, 1, 2, 2, 3 bu isə yaşlardır. Görürsünüz, yaşlar artdıqca fərdlərin sayı artır. Məsəl üçün 0, 1, 1, 2 və 2, 3-də baxın 1, 2, 3, 1, 2, 3. Görürsünüz, fərdlərin sayı necə çoxdur. Amma 3, 4, 5 alma, 9, 10-a baxın, görürsünüz necə qısadıq. Həm sağda, həm solda. Bu da onu bizə göstərir. Bir də burada genofond termininə gəlin baxaq. Biz bilirik ki, populyasiyalarda yəni çarpazlaşmalar baş verir. Bu çarpazlaşmalar nəticəsində də artıq siz mutasiyanı yəqin ki, bilirsiniz. İrsi dəyişkənlik baş verə bilər canlılarda. İrsi dəyişkənlik baş verdikcə də canlılarda artıq yeni-yeni xüsusiyyətlər yaranmağa başlaya bilər. Bir də burada genofond termini var. Genofond nədir? Populyasiyanın özünəməxsus spesifik gen yığımı.
Yəni, məsəl üçün, bir dənə populyasiyadır, burada 10 dənə fərddir, düzdür? Bu 10 dənə fərdin hamısının xromosom, genlərinin cəmi adlanır genofond. Yadımızda saxlayaq. Bir də populyasiya növün elementar vahididir. Çünki bütün populyasiyaların hamısı birləşir, əmələ gətirir nəyi? Növü. Sonra burada dedik ki, irsi dəyişkənlik, yəni mutasiya baş verə bilər, düzdür? Mutasiya baş verdikcə də dedik ki, həmin canlılarda müxtəlif yeni xüsusiyyətlər meydana çıxa bilər, yarana bilər. Və belə xüsusiyyətlər genetik müxtəlifliyə səbəb olur və bu da təkamül üçün irsi material verir. Bu təkamül üçün irsi material verir nədir? Yəni, misal üçün canlıda irsi dəyişkənlik mutasiya baş verdi, yeni, çox gözəl xüsusiyyətə malik olan bir canlı yarandı. Artıq bu canlı əvvəlki canlıdan neyləyəcək? Fərqlənəcək. Belə-belə nəsillər keçdikcə yeni yaranan, belə desək, nəsillər artıq əvvəlki nəsillərdən tamamilə fərqlənir. Yəni müsbət xüsusiyyətlərinə görə fərqlənir. Yəni məsəl üçün, adi 7-ci sinifdə biz bir hüceyrəlilərdən başlayaraq çox hüceyrələrə doğru gedirik. Məsəl üçün, yosun, mamır, qıcı, çılpaq toxumlu, örtülü toxumlu bu formada keçirik, düzdür? Orada keçəndə, məsəl üçün, biz demişdik ki, yosunlarda orqanlardır, toxumalarda yoxdur. Mamırlarda artıq orqan toxuma yaranır. Qıcılarda artıq əlavə yan köklər yaranır və s. Yəni bu cür sadədən mürəkkəbə doğru necə bu proses baş verir? Əslində onların hamısının baş verməsinə səbəb bu irsi dəyişkənlik dediyimiz hadisədir. Yəni artıq onlarda yeni-yeni xüsusiyyətlər, yeni-yeni hətta orqanlar və s. əmələ gəlməyə başlayır və bu da artıq, yəni canlının sadədən mürəkkəbə doğru bax bu cür inkişaf prosesi adlanır təkamül prosesi. Yəni təkamülün baş verməsi üçün mütləq şəkildə nə baş verməlidir? Baxın, buradan belə eləyim. İrsi dəyişkənlik. Bugünkü mövzumuz bu qədər. Dərsi saxlayaq.